Salam aleykum. Bu gün sizə yeni mayalanmış ana arını necə nömrələyirəm onu göstərəcəm. Ana arı ilk öncə qanadlarından ehtiyatla tutularaq arı ailəsindən götürülür. Ana arını yalnız döş hissəsindən əldə sabitləmək olar. Onun qarın hissəsindən yapışmaq olmaz. Bu onun yumurtalıqlarını zədələyə bilər. Daha sonra isə xüsusi hazırlanmış yapışqandan kiçik bir damla ana arının döş hissəsinə vurulur və daha sonra nömrəli disk ana arının döş hissəsinə yapışdırılır. Və budur, ana arı nömrələndi. Artıq onu ehtiyatla öz ailəsinə qaytarmaq olar. Ana arının nömrələməsindəki məqsəd onu işçi arılardan rahat fərqləndirmək, yerini tez tapmaq və onun yaşını qeyd etmək üçündür.